MTK-lar Excel ilə tikirlər evi. 146 kvadrat alınan mənzilin içi 101 kvadrat çıxır. Baş sponsor Esmar House. Vaxtınız xeyir olsun. Deməli, çəkinin növbəti buraxılışındayıq. Bugün əmlakdan çox danışdıq. Çoxlu qonaqlar dəvət elədik. Bugün əmlakın içindən danışacağıq. Təmirindən, dizaynından. Yəni bu mövzu hamıya maraqlıdır. Ev təmiri, interyer, necə eləyək ki, bu mövzuda aldanmayaq. Hamımıza. Məsələn, gedir oturur hansısa bir restoranın içində, o qədər olub dəfələrlə baxırsan dizaynına belə falan. Sual versin özünə ki, bunu kim dizayn edib görəsən. Burada nə düşünüb eləyib bunu dizayn? Elə biz də bu mövzuları müzakirə etmək üçün bu sahədə kifayət qədər tanınan bir şəxsdir qonağımız. Tərlan Əliyevdir. Tərlan, xoş gəlmisən. Xoş gördük. Çox sağ olun dəvətə görə də. Bu gün sən də mi bahalı evləri ən çox təmir edirsən, özür istəyirəm, dizayn edirsən, yoxsa baxmırsan o evin bahalı və yaxud da ucuz olmasına? Birinci etap elə bir bizdən başlamalıdır. Çünki bu yaxınlarda bir ev mənzilə getmişik. Getdiyi mənzildə olduq. Çox detal verib belə də yormaq da istəmirəm, amma gedirsən evin mərkəzi hər tərəfdə zal hissə məsəl üçün hər tərəfdən betonla belində sərhədlərdir. Sən orada heç nə eləyə bilmirsən, amma adam da kifayət qədər pul verib hər kvadratına o evi alıb, amma indi o evdə o bir şey eləmək olmur da. Yəni bir bölgə eləmək olmur, funksionallığı, memarlığı orada özü də göstərə bilmirsən, amma adam da gedir səndən tələb eləyir ki, mən burada 4 otaq istəyirəm məsəl üçün 120 kvadratda və ya 4 otaq ev istəyirəm. Gedirsən alma. Ona görə ev almamışdan əvvəl bizi aparmaq yaxşıdır. Çünki biz o tam təmənnasız o xidməti göstəririk, evi alana kimi yanımızdayıq. İndi hamı özünü dizayner hesab edir də. Çox adamlar ətrafımızda heç bunun təhsilini almayıb, bilmir falan bəs məkan. Əhmədin sözünə qüvvət Pinterestdən nə bilim şəkillər tap bir neçə dənə özünə qoyurur ki, dizayner. Səhifə açıb Instagramda falan, mən bu işi görürəm. Nə bilim, ay illərdir falan bəs məkan. Cəmaət bunu necə belə deyək, ayırd eləsin və ya bu sahədə niyə bu boşluq var? Yəni kimə həqiqi dizayner deyib evinə də çağırsın ki, daha sonra indi bunun maddi tərəfləri var da, yəni ziyana düşməmək baxımından. Pinterest məsələsi belədir ki, dizayner ümumiyyətcə bazarı bilməlidir. Elə bir neçə sual bazardan versə bəs eləyir ki, yəni bizdə müştərilər hətta elə leveldədirlər ki, doğrudan da ki, hərdən müştəri bizə nəsə öyrədə bilir. Çünki biz tam fokuslanırıq hər hansı bir işimizdə. Görsən ki, elə öz evinə elə diqqət ayırıb ki, hətta bəzi şeylər var ki, biz də nəsə öyrənə bilirik. Çünki hər müştəri bizə nəsə öyrədir, o öz yerində hər hansı bir işdir. Amma dizaynerdən, yəni belə deyim də, bizim bazarda biraz qısıtlı bazarda tam Pinterest'i gördüyümüz hər şey yoxdur. Yəni bazarla işləmədiyinə görə o moment yaranır ki, Pinterestdən şəkilə baxır, hə, bu qəşəngdir. Biraz da praktiki və yaxud da konstruktiv yanaşa bilmir. Şəkildə verir, belə bir albomunu düzəltdi, şəkillərini verdi, pulunu aldı, getdi. Aparırsan albomu verirsən prova, qardaş, mən onu eləyə bilmirəm. Ucuza getdinsə, vəsə. Yəni sən uca 2 dəfə xərcət çözür. Çünki dəfələrlə olub ki, doğrudan da aşağı qiymətdə dizaynerə yaxınlaşdılar və yaxud memara. Sonra ondan sonra bir də tam mən olmasın da başqa adam olsun. Gedirlər uca bilən adamın yanına. Sonra allaşıb gedirlər. Yəni ucuza getməsə doğrudan da uduzmaz. Bax Tərlan, danışdın bu dizayner məsələsində, yəni bahaya qaçmaq, daha doğrusu ucuza qaçmaq. Bizdə də var da, yəni hamımız ucuza qaçmağı çox istəyirik ki, yəni 5 manat artıq qənaət eləyək, pulum az çıxsın. Ümumiyyətlə bəs müştəri baxımından vəziyyət necədir? Bu gün müştəri dizaynerdən nə istədiyini bilir? Hə, nə istədiyini bilin məsələsindədir. O çox adam var elə gəlir ki, məsəl üçün mənim heç anlayışım yoxdur. Lap elə baxmışam da videolar azada tam verirəm sənə ki, nə istəyirsən elə. Onda da yenə öz istədiyimizi eləmirik. Çünki o evdə siz yaşayacaqsınız. Məsəl üçün sən müştərisən, sən yaşayacaqsan o evdə. Mən oraya istədiyim dizaynı verə bilmərəm. Mən özüm məsəl üçün tam olaraq minimalist stili xoşlayıram. Sən hər hansı bir başqa bir adamı zövqü klassik olan və yaxud da biraz modern olan çox deyəz stillə. Sən onu belə yəni öz istədiyin kimi eləyə bilməzsən. Çünki o evdə o adam yaşayacaq və baxıb sabah divara qıcıqlanmamalıdır. Müştəri nə istəyir, onu başa düşmək üçün hər hansı bir anketlər var. O anketlərdə o belə də tam belə ciddi anketlər deyirlər ki, cavab ver buna plus minus elə deyil. Orada heç dizaynla aidiyyəti olmayan suallardır. Hansı kinonu xoşlayırsan? Məsəl üçün hansı ölkələri xoşlayırsan? Sən o anketin sonunda psixoloji portreti çıxarda bilirsən ki, bu ölkələri xoşlayırsa, burada aralıq dənizli stildə məsəl üçün deyək ki, evləri ilə dizayn edirsiniz. Daha doğrusu müştərinin əvvəlcə anketini alırsınız. Rəngləri də soruşuruq, hansı rəngləri bəyənirsən, hansı filmləri bəyənirsən, hansı şəhərləri bəyənirsən, şəhərin də stilistikasına tutursan ki, hə bu adam Avropa şəhərlərinə üstünlük verdisə, deməli hardasa bir klassika, neoklassika belə deyim də, biraz traditional, milli məsəl üçün şeylərə üstünlük verə bilər. Tələbə çoxluq nə istəyir? Yəni ümumilikdə götürəndə misal üçün anketi
Anket baxımından deyirəm. Adam var anketə baxmır heç. Promo gəlir ki, mən falan şey istəyirəm. O Hə. bilir, nə istədiyini bilən adamdır. Nə istədiyini bilməyənə o anket həmişə var. Amma yəni dizayner çağırırsansa nə istədiyini, bilmədiyini qəbul edirsən də. Yəni nə istədiyini bilirsən. Adam var deyir ki, məsələn mən bilirəm nə istəyirəm. Amma sən o istədiyim stili və yaxud da həmin atmosferi bu evə otuzdurmalısan. Amma mən bilmədiyim, o müştərinin bilmədiyi hansı temalardır? Ergonomikası məsələn. O müştəri bilməyə bilər, bilməməlidir də. Tərlan, ustalarla yola girsən, hə? 100%. Əvvəl yola getmirdi. İndi uje ustalar da həm belə pis çıxmasının məsuliyyəti bizim üstümüzə atmağa görə biz onlara sərf edirik ki, tam olaraq deyir ki, qardaş, get dizayner tap, ev yesinə deyir. Get o gəlsin, nə deyirsə eləyəcəm. Çünki məsuliyyət uje mənim üstümdədir. Mən çünki müəllif nəzarəti var orada. Öz heyətində ustalar yoxsa öz heyətim olmayan ustalardan danışıram. Öz heyətim zaten bir yerdə. Onlar sənin dilini bilirlər də zaten. Onlar sənin, sən onların ki. amma başqalarından çətin. İndi də Başqalarla yəni soruşurdum əslində. Biraz Yola girsin yoxsa yox? keçid dövrü idi, yəni bir ara bir 10 il bundan əvvəl, 15 il bundan əvvəl. Biraz o ustalar da bizlə yola getmirdilər. Biraz ağsaqqallar da yola Elə bir gəlmirdilər. anlayış var. Dizaynerin ustalarına xoş Neynir, gəldin. İşimizə birimiz qoyacağıq. Neynir, şəkil çəkim də məsələn. Hə, şəkil çəkim səndə. Hə, qalırdım belə ki, mən səhərə kimi burada tavan planı işləmişəm məsələn də. Səhərə kimi yerdə oturub işləyirsən, gəlirsən. Bu nə şəkil çək, at qırağa ki, yerində başa salıb qalırsan. Amma indi doğrudan da həm biz doğrudan da professional albomu təqdim edirik. Bizsiz də onu eləyə bilərlər, amma yenə də biz müəllif nəzarətinə onu eləyirik. O yaşadığın çətinliklər nə idi ustalarla? Yəni nədən anlaşa bilmirdin, nəyi izah edə bilmirdin? Yaş məsələm var idi. Mən yaşda balacayam. Biraz modern yanaşma dizayn qəbul eləmir. Belə deyim də, ağsaqqallar qəbul eləmirsən ki, bu mənə öyrədəcək. Sən başa düşmürsən, sən onu başa sala bilmirdin ki, mən də səninlə kolleqayam, öyrətmirəm. Prosta mən deyirəm ki, nöqtəni burdan qoy məsələn. Çünki indi bu gündə də belə dizayner belə deyim, mühəndis işini görmür. Zaten mən nöqtə verirəm. Sən hardan istəsən kabel apar. Hə, düzünü bilə bilərəm ki, kabel təhlükəsizdir, patologla getməli, tavanla getməlidir, məsəl üçün də necə bölünməlidir. O heç ondan deyirəm. Amma əvvəl belə bir yanaşma vardı ki, dizayner bizə öyrədə bilər. Yəni mən öyrətmirəm. Prosta bir yerdə işləyirik. Onu o birliyi başa düşmürdülər biraz. Amma yavaş-yavaş keçdim. İndi heç problem yoxdur. Yəni ki, bəlkə bir nə bilim 100 evdən birində bəlkə olar, o da yoxdur. Yalan bax qarşılaşmısan heç mənim maraqlıdır. Evdə də Tural Əfəndiyev sual vermişdik. İndi fərqli situasiyada olmuşdu onda. Çox pul olub çağırıbsan. Adamın çoxlu pul var amma vizyonsuzdur da. Yəni bu arada fakt bu reallıqdır. Yəni başa sala bilmirsən də. Yəni elə belə deyək də Deyir dədə çirkin şeylər istəyir də səndən. Ki, yəni bunu mənə ver, amma sən onu belə deyim də, yəni özünə bir növ. Başa düşürəm, müştəridir. Klient istəyir bravo, amma sən ona o şeyi məsəl üçün məsləhət görmürsən. Maksimum dərəcədə yönləndirirəm, amma ki belə bir dənə məsələ vardı, bu şey var ya, status məsələsi var ya. Status da pul təyin eləyir. Yəni bu adam deyirsə sürdərəyə məsələsidir. O heç. Amma o dərəyi sürəndə də yoluna yorğanla sürməlisən də. Yəni ki, sağ bilsin o biz həm də ki işdən iş tutan adamlarıq. Sağ bilsin o bilməyə bilər, amma onun evinə gələn dostu, tanışı falan kəs gəlir deyə, qardaş bu nədir görmüsən? Onda da yığıb deyir ki, qardaş bu nədir eləmisən? Deyə bilmirsən ki, mənim sən demişdin axı. Olur, çox dalaşdığım olur. Çox belə də dalaşdığım bəlkə də biraz qrubu çıxacaq, amma mübahisə elədiyim çox olur ki, mənim eləmirəm. Olub ki, dirənmişəm ki, bunu eləməyəcəm mən. Yəni get kim istəyirsən çağır, mən məsələn. Nə olur məsələn? Yəni ən absurd razılaşır. Müştəri istəyi nədir yəni? O ki sən aqressiya yox, yəni konkret o sözü qoyursan ki, yox mən burada eləmirəm. Hətta mən məsələn mən gedirəm, sağ ol. Yəni elə bir məsələdə razılaşırlar, razılaşır. Olub ki, evə çağırıblar. Pulun var, balkona şeylə, sanuzeli balkona qoy. Qardaş olmur da. Balkonun kanalizasiyasına onu qoşa bilərsən. Doğrudan olub, yəni ki, onu danışmışdın da. Nə olsun pul var? Nə olsun bunu eləmək olar? Amma sən yağış su axınına hər hansı bir kanalizasiyanı verə bilməzsən. Olmaz bu. Sənin üçün sənin evində alınır, amma səndən aşağı, səndən yuxarı düz gəlmir. Sən cəmaatı da fikirləşməlisən. Talent dizayn işinin qiymətləri hansı aralıqdadır ölkəmizdə? Ən baha ilə ən minimum. Minimum 7-8 bazarda var görürsən. Orta qiymətlər günü bu gün 40, 50, 60-dır. Orta qiymətlər belədir. 30 da var, 40, 50, 60. Söhbət 1 kvadrat metrindən gedir. 1 kvadratından gedir, bəli. Aha. Bunun içinə daxil olur. Bütün dizayn çertyojları, bütün dizayn şəkili. Şəkildə ən vacib çertyojdur. Prosta üstümüzə gələn bilinmir bir də görsə bizə şey. Şəkildən danışır. Yox da çertyoj əsasdır. Əsas olan çertyojdur, sonra şəkildir. Çünki çertyoj bütün konstruktiv həlli verir, qiyməti sənə təyin eləyir, ustaların işini aparır. Yəni bu şeylərin hansı bir də müəllif nəzarəti və material seçimi daxil olmaqla ortalama bazar qiyməti 30-60 arası dəyişir. O da bayaq dediyim həmin o daha fantastik görənlər var da. Daha $100 da var, nə bilim. Hə, var. Onu fərqləndirən. Onun təsiri ikidir yəni. Onu fərqləndirən xitab elədiyi segmentdir. Kaşlokuna baxmayan adamların segmenti də ola bilər. O məsələlər də var. Bir də doğrudan da yəni
dediyim kimi də o bayaq dedimi, Təhsil adamın datası falan var məsələn. falan, məsəl üçün o yəni mən məsəl üçün hər hansı bir çertyoji eləməyə məsələndə deyək ki, mənim bir günüm gedəcəksə, o adam bəlkə 10 dəqiqə o qədər praktikası var ki, o məsələ, yəni biz özümüzdən yuxarını da görməliyik, aşağını da görməliyik kimlərdir. Yəni ona görə dəyişir qiymətlər. Bir də təzədən bir şey maraqlıdır. Amma mənə. təyin olunan bir rəqəm yoxdur da, belə deyək. Qızıl qayda var, tutalım ona diqqət eləsinlər ev tikəndə. Qızıl qayda belədir də, divarda məsələn tonlardan danışır, məsələn rəngindən danışırıq da, prosta evin dizaynında. Üstünlük verilir. Mən toplumdan danışıram, öz fikrimi danışıram. Çünki bizə gəlib müraciət olunur, ondan danışıram. 5 tonlardır, açıq tonlardır. Hansı ki, sən sabah onun üstünə xalça da assan, nə bilim, şəkil də assan, o fonda həmin o rənglərin hamısından tutur, uyğunlaşır. Sən ora məsəl üçün də lap açıq tonda yaşıl da versən, amma sən məcbursan ki, həmin divara narıncı şəkil asasan. Amma 5 tonu və yaxud da boz tonu, belə deyim, kodlarla, RAL kodlarla təyin olur da. Bozun açıq tonunu versən, nə bilim, Aboylar nəzərdə tutulsun, divar şəxsi. aboy və yaxud da emulsiyadan. Burada sən rahat olacaqsan ki, mən sabah birisi nə mebel alsam, ola bilər ki, təmir etsə mebelə pulu yoxdur. Yarım ildən sonra mebel alacağam məsəl üçün də. Sən bilmirsən qabaqda səni nə gözləyir. Ona görə o tonlara üstünlük versən, indi Pantone'un da rəngləri var. Coconut milk var, məsələn, kokos südü rəngi var məsəl üçün. Çox dəbdədir. Taupe rəngi var məsəl üçün. Çox dəbdədir. Hansı ki, sən onu vur rahat ol ki, nə mebel alsan o ilə gedəcək. Amma məsəl üçün açıq yaşıl tondan xoşum gəlir və yaxud açıq mavi tondan xoşum gəlir. Mən onu vururam ora. Sabah birisi mən göy rəngdən ancaq bardovunu məsəl üçün deyək ki, qırmızı rəngi tutuşdura bilərəm. Səni o fakt qabağında qoymasın. Yeri də ona uyğunlaşacaqsan. Bej və yaxud boz divara lüboy parketi vura bilərsən, lüboy laminatı vura bilərsən. Yəni bu şeyləri gözləmək olar ki, və yaxud da biz ümumiyyətcə mən hər evə biraz rentable baxıram. Satışa meylli baxıram. Çünki bizim hamı xoşlayır da, evi alır, remont edir, sonra satmağı da fikirləşirik. Mən məsələn müştərilərə deyirəm ki, Birinci onu düşünürük ki, yəni mən mənzilə girəndə həm o fakt mənzil var, girdik, mən baxıram ki, adam sayını öyrəndim. Sahəyə baxıram. 140, 130, 150 kvadratdır. Mütləq 2 dənə sanuzel qoy. Satışa kömək eləyir. Bir sanuzel yəni okeydir, onu sizə bilməyib deyib alacağıq, amma 2 sanuzel alanda biraz özümüzdə də avantaj yaranır ki, hə, vəsə. Qardirob, daha doğrusu kladovka, paltar yuyan, nə bilim, o çamaşırxana tipində bu şeylər qiyməti artırır sabah alanda. Mən özüm müştəri ilə gedirəm, görürəm ki, məsəl üçün baxır, görür ki, 2 sanuzel var, çamaşırxanası var, avtomatik o adam hansı qiymət fantastik yox, amma ki belə biraz yaxşı qiymət sata bilir buna. Çünki bu adamın gözü tutdu onu ki, hə, bu düşünülüb. Hə, məsələn bu şeylər düşünülüb. Elektrika, məsəl üçün elektrik nöqtələri çox olan mənzillər, mən özüm də onlara rəy verirəm. Mən demirəm, məsəl üçün müştəri ilə gedirəm, ev almağa da gedirik axı. Mən özüm bu şeylərə baxıram, o qeydləri aparıb verirəm müştəriyə ki, məsələn bu evi 100%. Yəni özü ilə dizayner aparan var ev alanda. Mən elə deyirəm ki, aparsalar yaxşı olar. Çünki evi alıb mən fakt qabağında qoymadan ki, mən burdan məsəl üçün belə bir Amma əslində maraqlı fikir nə məndə? Məsələn, vasitəçini çağırır, torpaq vasitəçi biraz tələsir satmağa. Mən o əslində o vasitəçi ilə dalaşırıq biz. İşin var axı burada nə boyda? Ondan sonra. Hə, mən gəlirəm burada deyirəm ki, bu evi alsam mən bir şey eləyə bilmərəm burada. Hə, bunu alma. Bunu ya al, amma ki mən bir şey eləyə bilməyəcəm burdan. Sən istədiyin 4 dənə otağı, 2 sanuzeli, bir mətbəxi, mətbəx zal, bir yerdə studiyanı eləyə bilməyəcəm. Şaxta imkan vermir. Ev almağa gedən adam, bu dəqiqə ev almaq istəyən adam, nə bilim, 2 otaqlı, 3 otaqlı hansısa bina falan. Nəyə diqqət elə? Bəlkə dediyim söz düzgün gəlməyəcək, amma MTK-lar Excel-lə tikirlər evi. Bizim proqramlar AutoCAD-dır, çertyoz proqramı, amma onlar Excel-lə tikirlər. Çünki rəqəmə baxırlar. Ki mən bu maksimum safe cost büdcəni sıxım Excel bilirik də, buxalteriya proqramından ev tikilir. Yəni ki, kvadrata baxmırlar məsəl üçün. MTK-nın adını çəkməyim düzgün olmaz, amma bu yaxınlarda 146 kvadrat alınan mənzilin içi 101 kvadrat çıxdı. Bütün mənzillərdə 8-10%, bax onu da müştərilər bilsinlər. 8-10% evdə itki olmalı. 110 kvadrat, 100 kvadrat ev almısansa 10 kvadrata kimi itki normaldır. Çünki qonşu ilə sənin divarın arasını sağı, ora burası, məsələn, blok, məsələn, divar altı sahə, şaxtalar, bunlar normaldır. Amma getdi mənzilə 146 kvadrat mənzildir. 146-nın 20 kvadratı, 21 kvadratı daha doğrusu balkondur. Super, problem yoxdur. Balkon da yerdə nə qaldı? 120 kvadrat, düzdür? 125 kvadrat. 125 kvadratdan da 8-10% çıxanda sənə qalmalıdır evin hardasa 115 kvadrat, düzdür? Ev qalıb 101. 15 kvadrat. Alıb. Onu görürəm ki, birinci Excel problemi yox. Yəni ki, nə mənada Excel-lə dediyim evi. Yəni ki, bunlar ancaq ciblərini fikirləşib evi satırlar o proqramla tikirlər deyənə. Cibini fikirləşir. Yəni
orada yaşayan adam fikirləşmir. Sabah bir gün evi satanda kupçaya gələndə, kupça daxili sahəni verəcək. 101 + 20, 121-i verəcək. Ortada 25 kvadrat yoxdur. Yoxdur. Çıxarış məsələsində Çıxarışda da ucuz, çıxarışda sən MTK ilə müqavilə bağlayanda 146 müqavilə bağlayırsan, amma mən sənə evi satanda mən Faktiki sahə 101. 101 plus balkon da 121. uduzdu da orada bir 15 Uduzdu da, kvadrat uduzdu. falan, hə? Bu nə qədər pul 24 deməkdir? kvadrat uduz. 24 kvadrat. Əlavə də böyük pul Uduzmalıydı. İnanıram ki, Uduzmalıydı. bilmir. Sən Yox, biz indi nəzərə al ki, Bakıda evin kvadratı neçədir bu saat? 2000-dən başlayır. 2000-dən başlayır müqavilə ilə Gör nə qədər pul deməkdir? kupçasız evlər 2000-dən başlayır. var tərlan bildiyin məsələn MTK-lar ki, onun içinin dizaynı yaxşıdır. Məsəl girib fikir verirsən, həmin bina. Yoxsa bunu hamısı eləyir. Yəni. Sağlam binadır, yaxşı binadır, nümunə çəkə biləcəyin problem deyil deyə bilərsən. O binalar sənin üçün belə uğurlu hesab olunur. Uğurlu hesab olunur. Əslində belə deyim, yenə də MTK məsələsi. Məsəl üçün gəlmişik 28 rezidensiya pis deyil. Məsəl üçün şeyə baxıram, sahələrə baxıram ki, hə, verdiyi sahəni verir. Sonra bu yaxınlarda dünən bir MTK-da oldu. Adını bilmirəm. Heç yadımda deyil. Hardaydı? Yəni biz tanıdıq Bütün MTK-ları tanıyırsınızsa Nizami rayonunda. Yox. Kimdir? MSK var, seçki komitəsi var. Hə. Düz ondan üzbəüz 7-ci mikrorayonda. Şərul İsfəndiyarın yerlərində. Onlar. Heç bilmirəm. Şərul Onlar. İsfəndiyarın yerləri. Getdim ki, hətta o 10 kvadrat itki də yox idi. Yəni 130 deyiblər, 130 da evin içidir. 130, 129 da evin içidir. 1 kvadrat itki var. Yəni faktiki sahəsi. A, beləsi də var onda. Yəni Eləsi də var, amma düzgünü əslində standart olaraq o da yəni ki, düzgünü hə hamımıza səhv eləyir ki, 130 satıb 130 çıxsın, amma 10%-ə kimi, 8-10% də belə deyək. İtimə ola bilər. İtirmə 8-10%. 10%-i keçməyi düzgündür. O mən dediyim bayaqki MTK-da rovno 24% itki var. bunu nəyin əsasında edirlər? Bəs necə edirlər ki, bu kvadratı yeyirlər ortada? Dizayn göstərir sənə, bir dənə üstdən görünüş göstərir. Bu yerləşər, bu yerləşər, bu yerlər filan şey yerləşər. Dizaynda nə var ya anlatmağa. Mən 2 kvadrat yerə duş kabini də qoyum, moydadır da qoyum, hər şeyi qoyum. Dizayn da şəkildir qardaş. Mənə göstər, mən kafe sayını sayıb deyərəm ki, orada 2.40 yoxdur heç məsəl üçün məsafə. Amma müştəri bilməyə bilər, haqqı da bilmir. Amma vicdanlı olmalıyıq axı. Materialda zaten izahlanırlar Tərlan. Misal üçün bazara çıxırsan, hər məsəl keramogranit hər qiymətdə var da, yəni sumqayıt istehsalı deyirlər, arxası pişmiş, qabağı qızarmış, 1000 dənə ad qoyub satırlar da bazarda. Bax divarın, bax həmişə onu deyirəm ki, divarın altına pul qoymaq düzgündür. Necə? Divarın altında bizdə nədir? Santexnik turbalardır, kommunikasiya xəttləridir, elektrik xəttləridir. Bunların yaxşısını almaq lazımdır. Bunların düzgününü almaq lazımdır. Çünki kafel belə bir şeydir ki, düzdür, biraz əziyyətli də olsa, amma sadəcə birisini söküb Hindistanı söküb türk vura bilərəm, türkü söküb İspan vura bilərəm, amma isti pola kimi söksən sən orada 3000 itirdin. Çünki bir tualet sənə başa gəlir 4000-ə, 5000-ə məsəl üçün də belə kafelli, matalı hər bir şeydə ümumi isti polu zətdir. Amma isti polu düzgün işləməsən, izolyasiyası düzgün olmasa, izolyasiyası var da ona. O düzgün olmasa, sən onu axıra kimi sökmə. Bu günləri biz Şovalanda bir villaya getmişik. Bax orada da problem nədir? Hazır villaların problemləridir. Getmişik. Bütün ev yəsində avantaj kimi gəlib ona ki, bütün obyekt, bütün mərtəbələrdə 3 mərtəbədə, 3 mərtəbənin 3-ündə də isti pol var. İndi biz orada təmir işi görürük. Getmişik, isti polu o gün də çəkiblər ki, mən məcbur sökməliyəm, isti pol çəkməliyəm, bir də beton stəşqə verməliyəm. İndi o udmaqdan əlavə, hələ uduzlu bilsən harda, söküntü 15 min elədi. 3 mərtəbəni söküb. Amma sıfırdan bu məsləhət eləyib eləsəydi bu işi. Aparsaydı bizi 3-4 dənə yerə dağıtsaydı. Fırıldaq Fırıldaq yox idi. Necə idi? Düzgün usta 5 manatlıq usta söhbət idi də. Bir Hazır iki evlər yerdə idi o. hazır evlərdir. Bəli. Hazır Necədir? evlər. İsti polun qaydası var da. Məsələn divardan aralı qoyursan filan şey, ora bura bu ara məsafələr var. Bir iki dənə yerdə sökdü, gördü ki, tam olaraq heç bizə uyğun deyil də. Yəni ki, necə gəldi işləmir də. Yəni ki, onun spiralın bir gedən yolu var, o marşrutu var da. Onlar da düzgün deyil, əməli olunmamışdı. Biz başa düşdük ki, həmin o sahədə 130 kvadrat, məsələn mərtəbəsi 130 kvadrat idi də evin. O 130 kvadratı bu isti pol isidə bilməyəcək. Bir də isti pol olan evlərdən qaçın. Bu gün bax bizim cəmaatda, yəni insanlarımız öz rahatlıqları üçünmü dizayn edirlər, yoxsa elə qonağa göstərmək üçün ki, mənim də evim belə qəşəng dizayn oldu. Gəl bir bax görək. Valla mən belə deyim də, əvvəl necə idi? Dizayner seçilmirdi də, amma indi məsəl üçün bizim yanımıza ona görə gəlirlər ki, mən orada həll yolunu orada yaşayan adama
üstünlük verirəm. Mən qonağa yox da, məsəl üçün hamımızın evində var ki, qonaq otağıdır burada. Məsəl üçün bu qonağa uyğun olmalıdır. Nə bilim, qonağı daha çox fikirləşirlər, amma nə qədər qonaq gəlir geri. İndi vəbşi qonaq yoxdur. Hamı coffee shopda görüşür. Hamı restoranda görüşür. Heç kim evdə yemək bişirmək istəmir, çay düzəltmək istəmir. Deyir gedək falan yerdə oturaq, görüşək, çayımızı içək, çıxaq gedək. Ona görə də ev konkret olaraq, yəni mən öz müştərilərimdə görürəm ki, üstünlük olaraq deyirəm də, yəni ki, zaldan daha çox iş otağı kimi, istirahət o öz yerində, hamımızın gündəlik istirahət yeri. Amma zalın 50 kvadrat eləyim, ora nə bilim böyük divan qoyum, stol qoyum. Deyir, yox, ehtiyac yoxdur. Stol kuxnyada otururuq, çörəyimizi yeyirik. Burada stol lazım deyil. Qonaqlıq da verən yoxdur. Hamı gedir restoranlarda. Minimalizmə qaçırlar onda. Minimalizmdən də ən çox funksionallığa qaçır ki, və ergonomikaya və sahədən düzgün istifadə. Məsələn, 50 kvadrat zalının rahat ol ki, 20 kvadratı istifadəlidir. Mən sayıram da divan nə qədər tutur, stol nə qədər tutur, TV-dən nə qədər tutur. Mən oradan istifadə edirəm ki, uşaqların dərs oxuma yeri olmalıdır. Uşaq yatdığı yerdə dərs oxumamalıdır. Uşaq otağı anlayışı var. Uşağın kravatı qoy ora, pis mini stolu qoy, televizorda qoy. O orada dərs oxuyar, yatar, bir də televizora baxar. O dərs oxumayacaq. 11 metrlik zalımız var bizim həyət evində qalan. Nə qədər istifadə edir? Futbol stadionudur. Heç elə bir üçüncü. Hayır. Televizorda İkisi də bilmirik. İkisi də bilmirsən. Amma mən o həlli yolunu Mən də necə 40 gedir? kvadratda yaşayıram. Amma həlli yolunu necə verir? Yəni oradan məsələn uşaqları yenə deyirəm, uşaq otağında dərs oxumur da. Kravat olan yerdə mən də dərs oxumaram ki, yataram məsələn. Uşaq aparıb qoyursan uşaqlar dərs otağı ayrı. Orada məsələn biz özümüz gedirik coffee shop-a, hər dəfə onu deyirəm, hər danışında da. Coffee shop-a gəlirəm ki, mən bir dənə sakit olum, bir dənə başımın üstündə işıq olmasın, notebook-um olsun, Wi-Fi düzgün qoşum. Mənim evdə elə yerim olsa gedib coffee pul verərəm 10 manat. Yox, evdə o yeri düzəltsən. Evdə yaratdım. Bu evdə kvadratdan yerdə söhbət yəni görə başa düşürəm 100 kvadratdan. Yo, o vaxt ümumiyyətlə bizim evdə köhnə evlərdəndir. Ümumiyyətlə o vaxt elə biz tərəfdə böyük evlərə xəstəxana evləri deyirlər. Məsələn, deyirlər buna bax, elə bir xəstəxana tikib. Bizdə var idi axı, yəni əvvəl bir müddət əvvələ qədər hamı böyük evlər tikmək, 3 mərtəbə, 4 mərtəbə, heç yaşamır bir mərtəbəsində də. Yəni ki, özündə rast gəlirsən. Elə, mən getmişəm bir də. Hə, evim boyda olsun. İndi nədir bəs və sənin öz məsləhətin, fikrin, ev tikmək söhbət həyət evindən gedir. Daha minimal balaca evlər və isitmə. İndi bu gün kommunal xidmətlər də kifayət qədər artıb. Məsəl üçün dedim, bizə müştəri nə söylədir? İndi həm də ki, amma bu tərəfi də var da. Biz də müştəriyə nə söylədirik və müştərini hardasa biraz o çərçivələrə salırıq nə mənada. Mənim yanıma gələn müştəri o bilir də mən hansı üslubda gedirəm. Dəstək xəttim indi bayaq danışdıq. Dəstək xətt məsələsi var. Dəstək xəttim nədir? Mən maksimum bütün zonalardan istifadə eləməliyəm. Çünki sən bura pul vermirsən, istifadəsiz qalmamalıdır. Həmçində qeyri-yaşayışlarda. Məsəl üçün görürsən, qeyri-yaşayış obyektlərində restoran dizaynı gəlir. Açıq sahə məsəl üçün pul qazanmadığın sahə olmamalıdır. Sən görək arenda verirsən. Hər ay arenda verirsən də tualeti lazımdan artıq böyük eləmə. Okey, müəyyən qədər eləyək. İndi xanımlar xoşlayırlar məsəl üçün sanuzildə şəkil çəkdirməyə, zət biraz orada maraqlı bir gülşə eləyək. Amma ki standartlar var da. Məsəl üçün hər sanuzil deyək ki 4 kvadrat olmalıdır. Məsələn, ya da 3 kvadrat. Bu 3 kvadratı keçib 10 kvadrat eləyib, ora 2 dənə unitaz, bir dənə əlüyan qoyma. Lazım deyil. Sən oradan pul qazanırsan. Sən pul qazandığın sahə daha çox olmalıdır. Ondan sonra zala qatıb bir dənə stol qoyaq. Bilək ki, işləməsə belə bilirəm ki, orada stol bir nəfər də otursa, amma pul yazır da. Yəni ki, kofe alacaq, çay alacaq, sushi alacaq. Amma sən belə deyim, pul qazanmadığın sahə saxlamamalısan. Mənzildə də həmçinin hər sahəsinə pul vermirsən. Hətta o 146 kvadrat kimi 20-sini də itirmisən. Sən oradan pulun haqqını çıxartmalısan o kvadratdan. Yəni boş qalmamalıdır. Neçə kvadrat bəs edir Gəncə üçün? Günü bu gün 120 kvadratdan rahat, prostorunu belə deyək də, rahat bir 3 otaq çıxarda biliriksə, 120 kvadrat yaxşıdır. 120 kvadratın 110 kvadratı sənin özünə qalır. Bir 5 kvadratda balkonlara çıxırsan, 105 kvadrat idealdır. Bir zal, bir mətbəx, 2 otaq üçün məsəl üçün. Hətta biraz 140-150-də daha rahat hərəkət edirsən. Necə? Sözünü kəsdim. 140-150 kvadratda rahat bilin ki, çünki gözüm öyrəşib ondan bilirəm. 2 dənə sanuzil yerləşdirə bilirsən. Bir çamaşırxanan olur, kladovka zaddır. Çünki bizim evlərdə hər şey, evə gedirsən, bütün fərdləri fikirləşirlər. Uşaq burada yatacaq, mama gəlin otağı oradır, qonaq otağı buradır, mətbəx buradır. Bəs plitozu hara qoyacaqsan? Süpürgə xəkəndazı hara yığacaqsan? Ona yer yoxdur. Hə, onu da qoyur tualetə, tualetə də girmək olmur, tərpənmək olmur. 140-150 kvadrat günü bu gün 2 WC sanuzelə, bir çamaşırxana kladovka tipli, 3 dənə otaq, bir mətbəxə pulunu bəs edir. Tamam da bax bu qadınlar biraz nə istədiklərini bilmək çətinlik çəkirlər. İndi bu qəbul olundu. Sən mən nə istədiyini bilirəm, bizi baş salın. Bizi prosta çətinə salırlar. Çətinə işləməksən. Bax sənin özün üçün xanımlarla işləməkmi daha asandır yoxsa bəylərlə? Xanımlarla işləmək daha rahatdır.
daha rahat. Hə, çünki mən dedim axı, o üstünlüyü verəm, o evdə kim qalacaqsa, onun üçün mən dizayn edirəm. Kim ki, belə deyim də, diktatordur dizaynerlərdən ki, konkret mən istədiyim kimi gedəcək. Yəni ki, mən öz istədiyim dizayn edəcəm. Onlara kişilərlə rahat işləmək. Çünki belə də biraz dominant danışırsan deyir, amma itogda gəlsən, nəticədə baxırsan ki, qardaş, yox, mən bu evi istəmirdim axı. Bu niyə belə elədi də? Yəni məsəl üçün bir müştərimiz vardı. Gəlib gedir deməli, bir gülməli əhvalatdır. Başım mən də belə də orada sırf şeyi verib mənə ki, hara istəyirsən sür də, necə istəyirsən elə. Mən də gəlmişəm, qoşum bir zal, bir mətbəx, bir uşaq otağıdır, elə bir ki oğlan üçün, bir dənə uşaq otağı qız üçün. İşləmişəm, hamısını vermişəm, albom hazırlanıb qutarıb. Götürdü albomu getdi. Sonra bir də görüşdük, gəldi. Qardaş, hər şey superdir. Ürəyimcə də əladır. Prosta getdim evə baxdım, mənim qızım yoxdur axı. Mən tam olaraq elə bir ki, mən deyirəm də qızım yoxdur. Qadınlar çox şey baxırlar, yəni zövq formalaşır, amma tətbiqə gələndə kişilər, axır sözdə kişilər daha yaxşıdırlar ki, məsəl üçün seçimdə kişilər daha yaxşı. Həm ev alanda, əmlakda, həm dizayn işində, həm remont eləyəndə, təmir eləyəndə kim nə istəyir onu deməlidir. Ola bilər fantastik bir təklif olar. Ola bilər çox mənasız belə məntiqsiz təklif olar, amma bilək ki, görək bu hara gedir. Yəni bu sabah bir o formalaşdıranda görsən ki, doğrudan da bu lazım imiş bu adamlara. Yəni bu konfliktlər, idarə olunan konfliktlər bizə lazımdır. Çox sağ ol Tərlan. Tərlan, çox sağ ol. Buyurun. Evləri belə deyim, zövqlü dizayn elədik. Əməlli başlı çox şey Zövqümüzü öyrəndim. də oxşadın. Həqiqətən çox şey öyrəndik. Bu günlük söhbətimiz burada bitdi. Check out eləyirik biz həmişə. Check out. Baş sponsor Esmar House.